Aprelin 9-da Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatında partiya veteranları ilə gənclərin görüşü təşkil edilib. Görüşün əvvəlində Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, ümumilli lider Heydər Əliyevin və vətən şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov çıxış edərək Yeni Azərbaycan Partiyasının müasir Azərbaycanın inkişafında mühüm rol oynadığını qeyd edib. Partiyanın veteran üzvlərinin dövlətimizin inkişafı yolunda əvəzsiz fəaliyyətlərindən, verdikləri töhfələrdən söz açaraq, ümumilli lider Heydər Əliyev irsinin öyrənilməsi və təbliği işində onların əvəzsiz rolunun olduğunu bildirib. Görüşdə partiya veteranları Tofiq Zeynalov, Əli Bədəlov, Səfa Zeynalov çıxış edərək, onları gənclərlə görüşə dəvət etdikləri üçün təşkilat rəhbərliyinə minnətdarlıqlarını bildirib, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyası sıralarında uzun müddət fəaliyyət göstərdiklərindən qürur duyduqlarını qeyd ediblər. Ağcabədi Pedaqoji Kolleci Ərazi Partiya Təşkilatının sədri Rövşən Bayramov, gənclər adından isə Xankəndi şəhər 1 nömrəli Körpələr evi uşaq bağçasının tərbiyəçi müəllimi Asiya Şirinova və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının tələbəsi Susana Süleymanzadə çıxış edərək bildiriblər ki, partiya veteranlarının təcrübəsi, bildikləri və Heydər Əliyev ideyalarına sadiqliyi gənc nəsil üçün örnəkdir və bu dəyərlərin yaşadılmasında onların üzərinə böyük məsuliyyət düşür. Tədbirdə rayonun ictimai-siyasi həyatında fərqlənən və yubiley yaşı tamam olan bir qrup partiya veteranına, gənc YAP fəalına fəxri fərman və hədiyyələr, həmçinin gənc könüllülərə sertifikatlar və hədiyyələr təqdim edilib. Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb. Məhsəti Musa, Kənan İsayev, Aran Ağcabədi internet televiziyası üçün.